İnam niyə vacibdir? İnam mütləqdirmi? İnsan nəyəsə inanmalıdırmı? Söhbət dini inanclardan gedir. Bu sual sadə görünsə də, insan həyatının ən əsas məsələlərindən biridir. İnsanın zəifliyi. İnsan uçsuz-bucaqsız kainat qarşısında çox zəifdir. Hətta nəinki uçsuz-bucaqsız kainat, zəlzələ, daşqın, sel və yanğın kimi təbii fəlakətlər qarşısında heç bir gücü yoxdur. Bu cür çətimanlarda insanın daxili gücə, sabitliyə ehtiyacı olur. Bu sabitliyi isə adətən inam, yəni dini inanc təmin edir. İnamsız insan belə sınaqlar qarşısında tez ruhdan düşür, hətta ümidsizliyə qapılır. Ümidsizlik isə bir çox fəsadlara yol açır. İnamsızlıq nəyə aparır? Əgər insan Allaha və onun kitabına inanmasa, bu boşluğunu başqa şeylərlə doldurmağa çalışacaq. Tarix göstərir ki, insanlar belə hallarda daşa, ağaca və ya başqa gücsüz maddi varlıqlara inanmışlar. Amma daş və ağac nə kömək edə, nə də insana doğru yol göstərə bilər. Çünki onların nə doğru yol göstərən kitabı, nə də gücü var. Belə saxta inanclar insanı gücləndirmir. Əksinə, daha da zəif edir. Maddi həyat kifayətdirmi? Bəzi ölkələr maddi baxımdan rahat həyat qurublar. Ancaq bu, inamı əvəz edə bilmir. Belə cəmiyyətlərdə insanlar ilk təhlükə qarşısında özünü itirə, hətta intihara qədər gedə bilər. Çünki maddi imkanlar mənəvi boşluğu doldurmur, insanı çətinliklər qarşısında daha da zəif edir. Çətinlik isə insan həyatında mütləq baş verəcək. İnamın faydası. İnam insana güc verir. O, insanı çətinlik qarşısında sabit saxlayır, psixoloji sarsıntılardan qoruyur və ruhən möhkəmləndirir. Ən əsası isə, inam insanı mənasızlıqdan, ümidsizlikdən xilas edir. Qurana əsaslanan inam isə insana yalnız daxili güc yox, həm də doğru həyat qaydaları təqdim edir. Nəticə. İnsanı tam imansız etmək mümkün deyil. O, mütləq nəyəsə inanacaq. Amma seçim çox vacibdir. Gücsüz, doğru yol göstərəcək heç bir kitabı olmayan daş ağaca inanmaq, yoxsa tək Allaha və onun göndərdiyi Qurana inanmaq. Doğru seçim insana həm mənəvi güc, həm də həyatda sabitlik qazandırır.